Futbol azərkeşləri uzun zamandır bu xəbəri gözləyirdi. Ukraynanın tanınmış mütəxəssisi Yuri Vernidub artıq Bakıya çatıb. 59 yaşlı çalışdırıcı gecə saatlarında ölkəyə təşrif buyurub və Neftçi üçün yeni bir dövr başlayır. Vernidubun gəlişi heç də asan olmayıb. Ukrayna 60 yaşadakı kişilərin ölkədən çıxışını müharibə səbəbi ilə qadağan edir. Neftçi isə xüsusi icazə üçün yerli dövlət qurumlarına müraciət edib və razılıq alıb. Əks halda komandamız yanvarın sonuna qədər bu böyük mütəxəssisi gözləməli olacaqdı. Qeyd edək ki, Vernidub bu ilin yanvarından bəri heç yerdə çalışmayıb. Bir müddət Ukrayna ordusunda artilleriya diviziyasında xidmət edib. Ötən il Neftçini Samir Abbasov çalışdırırdı, lakin uğursuz nəticələrdən sonra istifaya göndərildi. İndi isə sual ortaya çıxır. Vernidub Neftçini yenidən zirvəyə qaldıra biləcəkmi? Azarkeşlər yeni baş məşqçinin komandaya necə təsir göstərəcəyini səbirsizliklə gözləyir. Abunə olun və ən son xəbərləri qaçırmayın.